Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Gəldik 5-ci suala. Əlaqətü şəhadəti bi ənva'it tevhid, tevhidin növlərinin şəhadət kəlməsi ilə əlaqəsi. Şəhadətlə əlaqəsi və yenə sual verilir ki, Fadilətə şeyx, lakin həl təşməlu şəhadətə ənva'it tevhid. Fəzlətli şeyx, şəhadət tevhidin növlərini əhatə edirmi? Əl-cavab, hiyə təşməlu ənva'it tevhid kulləhə, İmmə bil-tədammun və immə bil-iltizam və zəlikə ənə qavləl qailə əşhədu ən la iləhə illallah yətəbədəru iləl-məfhum və ənəl muradə bihə tevhidul ibadə və tevhidul ibadəti ləti yüsəmmə tevhidul uluhiyyə müstəlzimu bəl-mutədamminun bi tevhidul rububiyyə. Deməli, şeyx cavabında deyir ki, bəli, şəhadət kəlməsi tövhidin bütün növlərini əhatə edir. İnsan deyir, ümumiyyətlə, deyəndə bu kəlməni dediyi zaman ki, əşhədu ən la iləhə illallah, bu kəlmənin arxasıca başa düşülən, qəsd olunan, istənilən budur ki, burada ibadət tövhidindən danışılır. Və əlbəttə, ibadət tövhidi də necə adlanır? Uluhiyyət tövhidi olaraq adlanır. Və uluhiyyət tövhidinin qəbul edilməsi, ona şahidlik gətirmək, rububiyyət tövhidini də əhatə edir. Ləənnə kullə mən abədəllaha vəhdəhu fəinnəhu ləm yə'budəhu həttə yəkunu muqirrən ləhu bir rububiyyə. Çünki hər bir Allaha ibadət edib, onu ibadətdə birləyən kəs, hər bir birləyən kəs, rububiyyətə də iman gətirmiş olur. Fəinnəhu ləm yə'budəhu həttə yəkunu muqirrən ləhu bir rububiyyə. Hətta ibadət etməyən insanlar belə rububiyyət tövhidini iqrar edirlər. Yəni, zaten uluhiyyət, yəni Allaha ibadət edib, onu ibadətdə təkləşdirənlər, birləşdirənlər, onsuz da bunlar Allahın rububiyyətinə iman gətirirlər, şəhadət edirlər, rububiyyətini bilirlər, Rəblərini tanıyırlar ki, ona da ibadət eləyirlər. Hətta bəzən Allaha ibadət etməyənlər də onun rububiyyətini qəbul edirlər. Allahın yaradan olduğunu, ruzi verən olduğunu, bütün işləri idarə edən olduğunu, bunu umumən qəbul edirlər. Və kəzəlikə mutədəmminun li-təvhidil əsma'i və sifət və həmçinin isim və sifət tövhidində əhatə edir. Ləənnəl insənə lə ya'budu illə mən alimə ənəhu müstəhiqqun lil-ibadə. Çünki insan, qul, ancaq ibadətə layiq haqq məbud kimdirsə, onu bilərək, tanıyaraq ona ibadət edir. Bu da deyir, nədir? Ləmmə ləhu minəl əsma'i və sifət. Bu da deyir, isim və sifətdir. Yəni, Allahın isimlərini bilmək, sifətlərini bilmək, onu Rəbb olaraq tanımaqdan gedir məsələ. Və lihəzə qalə İbrahimu li-əbihi və buna görə də İbrahim öz atasına dedi ki, Yə əbəti limə tə'budu mə lə yəsmə'u və lə yubsiru və lə yuğni ankə şeyən. Ey atacan, nə üçün səni eşitməyən, səni görməyən və sənə heç bir faydası olmayana ibadət edirsən? Fətevhidul ibadə. Burada ibadət tövhidindən söhbət gedir. Və tevhidul uluhiyyə və bu ibadət tövhidi də uluhiyyət tövhididir. Mutədamminun li tevhidul rububiyyə vəl əsma'i və sifət və uluhiyyət tövhidi də rububiyyət və isim və sifət tövhidini əhatə edir. Və bu da şeyxin 5-ci suala verdiyi cavab idi. Vəlhamdülillahi Rabbil aləmin.